Hər birinizi salamlayıram. Biz sizlərlə bugün Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib əsərinin məzmununa, həm də təhlil hissəsinə baxacağıq. Aldanmış Kəvakib əsəri ədəbiyyatımızda ilk povest janrında yazılmış əsərdir və bu əsərlə ədəbiyyatımızda realist bədii nəsrin əsası qoyulmuşdur. Əsər isə 1857-ci ildə tamamlanmışdı. Əsərin mövzusu İskəndər bəy Münşinin Tarix Aləm Araya Abbasi əsərindən götürülmüşdü. Daha sonra əsərdə biz iki xətt görürük. Bunlardan biri Yusif Sərrac xətti, digəri isə Şah Abbas xəttidir. Müəllif Şah Abbas xətti ilə ədalətsiz üsuli idarənin ifşasını bizə göstərmişdi. Deməli, həm Şah Abbas, həm də onun vəzirləri elə ədalətsiz insanlar idilər. Onları xalq o qədər də maraqlandırmırdı. Amma onların əksinə olaraq Yusif Şah əsas məqsədi xalqın günlük güzaranı yaxşılaşdırmaq idi. Burada Axundzadə bir növ Yusif Sərrac obrazı ilə ədalətli hökmdar necə olmalıdırsa bizə onu açıb göstərir. Şah Abbas hətta o qədər qəddar idi ki, öz oğlanlarının birini öldürmüş, ikisinin isə gözlərini çıxartdırmışdır. İndi gəlin biz əsəri başdan başlayaq oxumağa və təhlilini verməyə. Baharın əvvəli idi. Novruzdan 3 gün keçmişdi. Baxın, Müsyo Jordan əsərində də Novruzdan 1 gün keçmişdi. Amma əgər siz testlərdə görərsinizsə ki, Novruz bayramı ərəfəsi, belə bir fikir görərsinizsə, bunu səhv götürəcəksiniz. Nəyə görə? Çünki ərəfə dedikdə Novruz bayramından əvvəlki günlər nəzərdə tutulur. Burada isə artıq Novruz bayramından keçibdir. Bir dəqiqə baxaq görək, səs yazır, bəli yazır. Daha sonra Şah Abbas günortadan 3 saat keçmiş, qəsrdə öz arvadı, kim ilə? Səlma Xatun ilə oturub söhbətlə məşğul idi ki, Xacəbaşı Xacə Mübarək içəri girib, baş əyərək ərz elədi ki, deməli, Xacəbaşı Xacə Mübarək içəri girir. Görək nə deyir bizə burada? Deyir ki, bəs Münəccimbaşı Mirzə Sədrəddin Qiblə aləmi ziyarətinə müşərrəf olmaq istəyir bir vacib işdən ötürü. Deməli, Münəccimbaşı nədir? Münəccimbaşı astroloqdur. Sonra Qiblə aləm nə deməkdir? Qiblə aləm isə yəni dünyanın üst tutduğu bir müqəddəs yer mənasındadır. Müşərrəf olmaq istəyir. Yəni bu şərəfə nail olmaq istəyir də, müşərrəf olmaq o mənasındadır. Şah Səlma Xatuna işarə etdi ki, hərəmxanaya getsin və Xacəyə buyurdu ki, Mirzə Sədrəddini çağırsın, gəlsin. Burada deməli bu Xacəbaşı nədir? Xacəbaşı da deməli hərəmxana qadınlarına nəzarət edən bir şəxs idi. Sonra Münəccimbaşı şahın hüzuruna daxil olub baş əydikdən sonra əli əl üstə qabaqda durub dua və səna etdi. Bax, burada diqqətli olun. Artıq Münəccimbaşı içəriyə girəndə Səlma Xatun keçir gedir. Yəni burada qalmır. Bunu nəzərinizdə saxlayın. Görək Münəccimbaşı nəyə gəlib, nə deyir? Deməli, Münəccimbaşı ərz etdi ki, Qiblə aləm sağ olsun. Kəvakib seyrindən belə məlum olur ki, deməli, Kəvakib seyrindən belə məlum olur ki, Novruzdan 15 gün keçmiş, Mərrixin Əqrəb ilə toqquşması nəticəsində Şərqdə, xüsusilə də İran mülkündə bir səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Burada Mərrixin Əqrəb ilə toqquşması nə deməkdir? Bu Mərrix və Əqrəb hər ikisi ulduzdur. Bunlar bir növ müharibə, şər qüvvələri təmsil edir. Yəni onların rəmzi deməkdir. Sədəmə isə nə deməkdir? Sədəmə də zərbə deməkdir. Yəni bu iki ulduzun toqquşması nəticəsində bir İran səltənətinə bir zərbə yetişəcəkdir. Buna görə də şahın sədaqətli və fədakar bəndəsi olduğum üçün bu hadisəni, deməli bunu hadisə başlamazdan əvvəl xəbər verməyi özümə borc bildim. Şah bu vaxt çox cavan idi. Ömründən ancaq 22 il keçmişdi. Deməli 22 yaşı var imiş. Məlumdur ki, bu yaşda həyat necə şirin və əzizdir. Xüsusən də yüksək bir mənsəbdə və səltənət taxtının üstündə olanlar üçün daha da əzizdir təbii ki, deməli bu yaş.
Bu səbəbdən Münəccimbaşı xəbəri Cavan şahı qorxuya saldı, qorxuya düşür. Həmən saat rəngi qaçıb güya ki bihoş oldu. Bir dəqiqədən sonra başını qaldırıb Mirzə Sədrəddinə buyurdu ki, xub, yəni yaxşı, mürəxxəssən get, mürəxxəssən də azadsan, get. Münəccim baş əyib qayıtdı. Şah yalqız, yalqız qəsrdə yarım saat fikrə getdi. Nə qədər fikrə gedir? Yarım saat. Sonra Xacə Mübarəki səsləyir ki, Xacə hüzura daxil olduqdan sonra buyurdu ki, fərraş göndər. Bu saatda Vəzir Mirzə Möhsün, Sərdar Zaman xan və Müstəftü Mirzə Yəhyanı, Mollabaşı Axund Səmədi mənim hüzuruma çağırın. Bunlar da güya ki, sarayın baş bilənləridir. Əslində bu obrazların elə dördü də yaltaq, iş bilməyən, əllərindən bir iş gəlməyən, xalqı düşünməyən bir satirik obrazlardır bu obrazlar. Fərraş göndər, bu saatda deyir bunlar gəlsin. Xacə çıxıb biraz vaxtdan sonra çağırılan şəxslər gəldilər və baş əyib şahın buyruğunu gözlədilər. Şah Münəccimbaşının dediklərini onlara çatdırdıqdan sonra buyurdu ki, ay sizin rəyinizə görə mən nə qism tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm, yəni bu hadisəni özümdən uzaqlaşdıra bilərəm. Məclisdəkilərin hamısı heyrət içərisində qaldı, hamısı təəccüblənir. Bir dəqiqə sükutdan sonra Vəzir Mirzə Möhsün başladı danışmağa. Baxın, ilk olaraq kim danışır? Vəzir Mirzə Möhsün. İlk olaraq kim danışır? Vəzir Mirzə Möhsün. Əlbəttə, şahın xatirindədir ki, böyük və hörmətli atanızın padşahlıq vaxtlarında bir para ağıldan kəm şəxslərin vəzirlik vəzifəsinə başlaması səbəbindən dövlətin xəzinəsi nə qədər boşalmışdı? Boşalmışdı. Bax, fikir verin, söhbət atanızın dövründən gedir. Bu əhvalatdan xəbərdar olduqda mən tədbirə başladım. Qərar qoydum ki, şah qapısının nökərlərindən hər kəs ki bir vəzifəyə və ya bir vilayətin, hökumətin mənsub olsa, gücü çatdığı qədər tutduğu vəzifəyə görə müəyyən miqdarda pul bəxşiş olaraq xəzinəyə təslim etsin və əlavə nə zaman qiblə-i aləm bir əmrin evinə öz gəlişi ilə mübarək etsə, ev sahibi onun ayağının altına qumaş parçalar salsın və bir qədər pul bağışlasın. Bu növ tədbirin vasitəsilə dövlət xəzinəsi şükür olsun Allaha ki, pul ilə doludur. Vəzirlik işlərinin irəli getməsinə kiçik bəndəniz tərəfindən təcrübəsizlik təsəvvür edilməz. Hətta özün belə necə deyim, özü ilə fəxr edir də, yəni deyir, mən təcrübəsiz deyiləm, yəni bu cür işlər görmüşəm. Amma ki, ulduzların müqabilində tədbir göstərməyə həqiqətən də deyir, acizəm. Deməli, ən birinci kim başladı danışmağa? Vəzir Mirzə Möhsün. Vəzir Mirzə Möhsün nə dedi? Gəlin təkrarlayaq. Atasının padşahlıq dövründə deyir, səriştəsiz vəzirlərin sayəsində dövlət xəzinəsi boşalmışdı. Mən də bu əhvalatdan xəbərdar oldum. Nə eləyir? Deyir, şah qapısının nökərlərindən hər kəs bir vəzifəyə və bir vəlayət hökumətinə mənsub olsa, kim ki deyir vəzifəyə gəlsə, gücləri çatdığı qədər tutduğu vəzifəyə görə pul versin xəzinəyə. Bir də ki, şah kimin qapısına getsə, deməli, həmin o ev sahibi onun ayağının altına qumaş parçalar salsın və bir qədər də pul bağışlasın. Yəni, tədbiri də bu olubdu, amma bu da deyir ki, mən acizəm bu ulduzların işinə görə acizəm. Sonra keçir, indi ikinci kim danışacaq? İkinci Sərdar Zaman xan danışır. Deməli, kim danışır ikinci? Sərdar Zaman xan. Bu da ordu başçısıdır. Bu sədaqətli nökəriniz saqqalımın tükünü ali və yüksək dövlətinizin xidmətinə sədaqət və hünərlə ağartmışam. Deməli, saqqalının tükünü ağardan kimdir? Sərdar Zaman xan. Sərdar, saqqal. Məsələn, 10 il bundan qabaq Osmanlı tayfası Bəkir Paşa Dəmirçioğlu'nun sərkərdəliyi altında 70 min nəfərə yaxın qoşunla İran torpağına hücum etməyə qəti qərar vermişdi. Qiblə-i aləminin böyük və hörmətli atası İran qoşununun sərdarlığını mənə tapşırmışdı. Bax, bunun dediyi məsələ var ha, bu
Bəkir Paşanın hücumu o vaxtı Şah Abbasın atasının hakimiyyəti dövrü imiş və Sərdar Zaman bu tədbirləri həmin vaxt görübdü. Əgərçi bizim qoşunumuzda say hesabla Osmanlı tayfasından kəm deyildi, hətta deyir bizim qoşunumuz az da deyildi. Ancaq mənim heyfim gəldi ki, mömin və müqəddəs tayfanın qoşunu doğru yoldan azmışların qarşısında tərəfə verim. Ona görə də əmr etdim ki, görək tədbiri nədir? Azərbaycan mülkündə bütün kəndlərin əkin yerlərini xaraba edir, hər yeri xaraba qoyur, mal-qaranı qovub gətirsinlər, körpüləri dağıtsınlar, yolları pozsunlar. Bəkir Paşa sərhəddimizə daxil olduğu zaman hərçət qarşısında bizim qoşundan bir nəfər də görmədi. Baxın, çıxmır, qoşun çıxmır onların qarşısına. Amma yollar o dərəcədə xaraba olmuşdu ki, əsla özü ilə deməli, əsla özü ilə topxana gətirməyə qadir olmadı. Yəni yollar pis gün deyilmiş, ona görə özü ilə topxana gətirə bilmir və Təbrizə varid olur və Təbrizə qayıdır. Daha sonra hər tərəfə dəstə göndərib azıqə toplamağa başlayır. Əlinə nə taxıl dənəsi, nə də bir öküz, nə də bir qoyun düşdü. Əlacsız qalıb 3 gündən sonra taqətsiz, ac və pəragəndə düşərək köçmək tədbirini döydü. Təbrizdən qaçdı. Bu tədbir ilə İran mülkü yat tayfaların hücumundan salamat qaldı. Yolları dağıtmaq, körpüləri yıxmaq hökmdarın o dərəcə xoşuna gəlir ki, hətta bunun atasının o qədər xoşuna gəlir ki, bundan sonra düşmən hücumundan qorunmaq üçün onların bərpasını məsləhət bilmir. Belə işlərdə sarayınızın qoca iti özünü nə adlandırır? Özünü it adlandıran, saqqala ağaran kim idi? Sərdar Zaman xan. Tədbir götürməkdə aciz deyil, amma ulduzların qarşısında almağa heç bir çarə tapa bilmirəm. Bunlar hətta öz dillərindən özləri nə qədər səriştəsiz olduqlarını da biz görə bilirik. Yəni qoşun döyüşmür. Qoşun düşmən tayfanın qabağına çıxmır, hər tərəfi dağıdırlar və sair kimi hünərlərindən danışır. Daha sonra keçirik indi biz Müstəfti Mirzə Yəhya Maliyyə Nazirinə keçək, görək bu nə deyir? Bəllidir ki, üçüncü danışan Müstəfti Mirzə Yəhyadır. Bəllidir ki, deyir qoşunun orta dərəcəli qulluqçularının məvacibi Qibli aləmi fərmanına əsasən və mənim imzam ilə vilayətlərin mədaxilindən verilir. Yəni daxili hesablarından. Çünki dövlət xəzinəsindən nəqd pul, necə ki vəzir söyləmişdi, çatışmırdı. Bu da vəzirin dediyini təsdiq eləyir ki, həmin dövrdə çatışmırdı, pul çatışmırdı, xəzinədə pul çatışmırdı. Ona görə də bu cəhətdən çox qəmgin idim. Hərçət mən məvacib fərmanlarını imza edib vilayətlərə göndərmişdim ki, məvaciblərin kəsilməsi ilə ali və yüksək dövlətimiz xalqın nəzarətində etibarsız görünməsin. Yəni belə bir fərman yazıb göndərir. Deməli görünməsin. Amma ondan qabaq belə bir vilayət hakiminə gizli bir məktubda göndərmişəm ki, mənim tərəfimdən ayrıca məktub yazılmamış, həmin fərmana əsasən məvacib verməsinlər. Bu tərəfdən deyir versinlər, bu tərəfdən deyir verməsinlər. Həmin tədbir səbəbilə dövlət xəzinəsi mədaxili çox artmışdı. Qoşun əhli və mənsəb sahibləri məvacibsiz qalmışlarsa da, amma sülh və asayiş zamanı olmaq səbəbilə ya İranın udussuzluğuna bax fikir verin. İran həmin dövrdə udussuzluq idi. İranın uduzluğuna görə məvacibə çox möhtac olmayıblar. Belə işlər xüsusunda mənim düzgün işləyən zehnim məharət göstərir. Lakin ulduzların təsirini rədd etmək üçün doğrusu heç bir çarəyə ağlım çatmır. Əslində bunlar güya xəzinəni doldurublar, amma əyri yollarla doldurublar da, yəni düz yollarla doldurmayıblar. Sonra keçir artıq növbə gəlir Mollabaşı Axund Səmədə. Görək bu Mollabaşı Axund Səməd nə deyir? Deməli, bu qüdrətli dövlətin davam etməsi üçün dua edənin böyük və uca olan Səfəviyyə nəslinin səmimiyyəti və sədaqətli tərifə sıxmazdı. Özünü dua edən adlandırır. Sonra bunu bu tərəfə biraz çəkək. Görsənmir bu tərəf. Nəysə. Deməli, Səfiyyə nəslinin səmimiyyəti və sədaqəti tərifə sığmaz. Bu halda ki, qibli aləmin vücudu ulduzların təsirindən qorxu altındadır. Mənim ürəyim tavadakı balıq kimi büryan olur. Deməli, tavadakı balıq kimi büryan olan da kimdir? Axund Səməddir. O büryan birisi nədir? Öz xoduna, öz belə buxarına bişirir.
balıq o nəzərdə tutur. Qüsurlu ağlıma belə yetişir ki, o məlum münəccim başı özü bu işin çarəsini bizdən artıq bilir. O qibləyə aləmə xəyanət edibdir ki, ulduzların təsirini bildirir. Əlbəttə bir pis fikrə görə dəfnin çarəsini göstərməyib. Necə ola bilər ki, zəhəri göstərə, zəhərin təsirini yox? Edən dərmanı göstərməkdən özünü kənara çəkər, qibləyə aləm onun özünü çağırsın. Bu hadisənin dəfi üçün onun özündən əlac istəsin. Əgər bir bəhanə gətirsə, boynunu vurdursun. Buna münəccim başı Mirzə Sədrəddini burada bir odun alovun içərisinə atır da deyir. Münəccim başı Mirzə Sədrəddin nətər olur ki, bəlanı verir, bəlanın dərdin dərvanını vermir. Əgər gəlsin bir əlac eləsin, əlac da eləmirsə, vurun boynunu getsin. Mollabaşının münəccim başı ilə köhnə ədavəti var idi. Nəyə görə belə deyir? Çünki onun deməli köhnə bir ədavəti var imiş. Bu əhvalat Mollabaşı üçün çox yaxşı vasitə görünür. Hətta bundan bir vasitə kimi də istifadə edir ki, nə yaxşı belə oldu. Qoy elə bundan heyfimi çıxım. Onun başqa münəccimlərin atalarının görünü yandırsın. Hər halda həmən uğursuz xəbərə görə şahın münəccim başdan zəhləsi getmişdi. Xacə hazır olduqda buyurdu. Bu saat xidmətçi göndər, münəccim başını mənim hüzuruma gətirsin. Axı göndərmişdi münəccim başını. İndi deyir gəlsin mənim hüzuruma. Daha sonra hüzuruma gəlsin. Göndərir hüzuruna gətirsin. Bir saatdan sonra münəccim başı hazır oldu. Neçə saatdan sonra gəlir? Bir saatdan sonra şah qəzəblənmiş aslan kimi dizi üstə çöküb müraciət etdi. Pədərsuxda, ulduzların bəlasından məni qorxudarsan. Deyir ki, necə olur ki, sən məni ulduzların bəlası ilə qorxudursan da, bu necə olur? Pədərsuxda da nədir? Yəni, atası yanmış, fars dilində bir söyüşdür. Məni qorxudursan və əlacını gizlədirsən, cəllad, dərhal üz gözündən dəhşət yağan cəllad belində xəncər, əlində ip içəriyə girdi. Biçarə münəccim başının ruhu uçub başladı, yarpaq kimi titrəməyə, qorxu tutur onu. Şah cəllada buyurdu, apar bu itin bu saatda boynunu vur. Sərdar Zamanxan hərçənd qılınc əhli idi, amma çox qəlbi yumşaq adam idi. Sərdar Zamanxan necə adam idi? Qəlbi yumşaq idi. Münəccim başının halına rəhmi gəldi. Ayağa durdu, söylədi. Sənə qurban olum, bu itinin boynu vurulandan sonra hadisənin ortadan qaldırılması üçün kimdən əlac soruşacağıq? Mən fəqir və yazıq bəndən xahiş edirəm ki, mənim saqqalımın ağ tükləri hörmətinə onun ölümündən keçəsiniz. Hadisənin əlacı xüsusunda ondan tədbir soruşasınız. Əgər istədiyinə uyğun cavab verməsə, o vaxt müqəssirdir və ölümü vacibdir. Bilirsiniz bu nəyə oxşadı? Deməli, bu dərs şagirdi Əhməd nağılı var idi ya. Orada da Əhməd deməli olanları danışmırdı. Şah Abbas onun boynun vurdurmağı, yəni ölümün istəyirdi. O vaxtda Allahverdi xan qabağa düşür, deyir, yəni öldürmə də, öldürsən bu yuxunu bilə bilməyəcəksən. Bu ondan ortaq cəhət kimi götürmək olar. Şah münəccim başıya müraciət edib dedi ki, məlum, bu saatda bu hadisəni deyir, məlum da bilsiz nədir? Yəni lənətə gəlmiş. Bu saatda hadisənin ortadan qaldırılmasına əlac göstər. Biçarə münəccim başı yaman halda idi. Hadisənin aradan qaldırılması üçün heç bir əlac bilmirdi, amma o ölümünün qorxusu ona aşkara çıxara bilmədi. Söylədi. Yəni qorxusundan deyə bilmir ki, mən əlac bilmirəm. Yalandan deyir ki, qurban olum, hadisənin əlacı mümkündür. Mənə 1 saat möhlət ver. Deməli, nə qədər möhlət istəyir? 1 saat. Gedim Zici Uluq bəyi nəzərdən keçirim, qayıdım, söyləyim. Şah icazə verdi ki, münəccim başı çıxmamış. Xacəm, deməli, hələ baxın, münəccim başı içərdədir. Bu çıxmamış, Xacəm Mübarək içəri girir. Deyir ki, Mövlana Cəmaləddin mübarək huzurunuzda icazə istəyir. Mövlana otağa daxil olub, şaha lazım olan, bu Mövlana Cəmaləddin də münəccim başı idi. Sadəcə olaraq indi, belə deyək də, hal-hazırda işləmirdi o. Şaha lazım olan sitayiş əmələ gətirdi. Şahın işarəsi ilə oturub söylədi. Qiblə-i aləm sağ olsun. Bu bəndəniz qocalıq səbəbindən şah sarayından kənar olub. Qocalıq da artıq bir növ təqaüdə çıxıb da. Gülşənişin olmuşamsa da, gülşənişin nə deməkdir? Gülşənişin də yəni bir xəlvət bir yerə çəkilir də, artıq belə deyək də, gizli bir yerə çəkilibdir.
Lakin deyir bu vəziyyət, yəni Novruzdan 15 gün keçmişin Mərixin Əqrəb ilə yaxınlaşmasından Qibləyi aləmin zat-ı mühərrəkinə böyük zərər ehtimalı olduğu üçün, yəni onun bədəninə böyük bir zərər ehtimalı olduğu üçün vacib bildim ki, qulluğunuza gəlim, qabaqcadan hadisəni elan edim və aradan qaldırılmasına tədbir göstərim. Baxın, Mövlana Cəmaləddin həm də tədbir göstərmək üçün gəlibdir. Bu məqsəd ilə ki, bəlkə də keyfiyyət cavan münəccimlərin iti gözlərindən, burada bir kinayə var, münəccimlərin deyir iti gözlərindən gizli qalmış olar. Şah kifayət dərəcədə xoşxal olub buyurdu ki, razılıq eləyir, buyurur ki, Mövlana, biz elə o xüsusda söhbət edirdik. Hadisə məlumdur, tədbirinizi söyləyin. Deyir, biz hadisəni bilirik, siz tədbirinizi. Aha, baxaq görək indi Mövlanaya Cəmaləddin tədbiri nədir? Deyir ki, biz də elə o xüsusda söhbət eləyirdik, hadisə də məlumdur. Mövlana söylədi, bu nəs günlərdə, yəni, görə yazır, Novruzdan 15 gün keçənədək gərək Qibləyi aləm şahlıqdan əl çəkə və taxta taca günahkar və ölmə layiq bir nəfərə təslim edə. Özü də xalqın gözündən gizlənə. Belə olduqda ulduzların təsiri həmin günahkarın başında çatlayacaq. Fikir verin. Bax, deyir ki, başqa birinə versin, bütün bu əlində olan hamısını, taxtı tacı başqa bir günahkar bir adama versin, özü də uzaqlaşsın. Belə olanda deyir, ulduzların təsiri həmin o günahkar adamın başına çatlayacaq. Çünki o vaxt İran padşahı odur. Bax, diqqətli olun, burada Mövlana Cəmaləddin tədbirin bəzən düşür testlərə. Elə ki, hadisə baş verdi və taxta oturan o günahkar fəlakətə yetişdi. O zaman Qibləyi aləm gizləndiyi yerdən çıxıb yenə taxtaca deməli malik olar. Yəni bu hadisə baş verəndən sonra yenidən gələr öz işinin gücünə, yəni taxtına, tacına. Tamam xoşbəxtlik və səlamətliklə şahlıq edər. Amma gərək xalqdan heç kəs bu tədbiri bilməyə, deməli heç kəs bilməməlidir bu tədbiri. Zənn etmək ki, Qibləyi aləm taxtacıdan müvəqqəti əl çəkir. Ta ki, taxta çıxmalı olan günahkar özlərinə müstəqil padşah bilələr. Yəni, xalq bunu elə bilməlidir ki, həqiqətən belədir. Gərək hərəmxana xatunlarında talağı verilib, kəbin kağızları cırılsın. Sonra, talaq nədir? Talaq da, deməli, bu nikah haqqında olan o kağızdır da. Yəni, nikahın ləğv edilməsi ilə bağlı olan kağızdır. Sonra, bax, görə harada qaldıq? Burada qaldıq. Sonra onlara təklif olunur ki, dəx padşah deyil, adi cəmaatdan biri olan Abbas Məhəmməd oğluna ikinci dəfə kəbin kəstirilsin. Kasıblığa və qənaətə razı olarlarmı? Hansı birisi ki, razı olsa, ona ikinci dəfə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla. Və hər kəs ki, razı olmasa, həmin saata buraxıla. Baxın, bunlar hamısı Mövlana Cəmaləddinin deməli tədbirləridir. Sonra kim ki deyir razı oldu, təzədən nikah olsun, kim ki razı olmadı, artıq nikah olmasın da, yəni məcburi şəkildə olmasın. Münəccim başını qorxudan qurtardı. Bax bu deməli Mövlana Cəmaləddin bu tədbirləri deyəndə hələ münəccim başı otaqdaydı. Baxın deyir münəccim başı qorxudan qurtardı, çünki o çıxmamışdı otaqdan. Şahın üzündən tamamilə qorxu əsəri çəkildi. Ağarmış rəngi özünə gəldi. Məclis əhlindən Mövlananın ağlına və kamalına afərin sədası göyə qalxdı. Şah gülər üzünü Mollabaşıya tutub sual etdi. Aha, yenə də bu Mollabaşı. Şəriətin hökmlərinə uyğun, hədsiz dərəcədə günahkar və öldürülməsi vacib olan bir nəfər nəzərdə vardırmı ki, səltənəti və taxt tacı ona həvalə edək? Bax, kimlə soruşur Mollabaşıdan? Elə bir ki, bu Mollabaşı ancaq insanların öldürülməsini istəyir və sonda özü öldürür. Əvvəl istəyirdi ki, deməli, münəccim başı Mirzə Sədrəddini öldürülsün. Sonra indi Yusif Sərracı gətirib bura çıxardır, ölüm hökmünə layiq bir adam kimi. Amma axırda özü öləcək. Deməli, belə də yadınızda saxlaya bilərsiniz. Mollabaşı cavab verdi. Pərverdigar aləm, Qibləyi aləmə uzun ömür kəramət etsin, yaltaqlığı başladı. Bunların hamısını birləşdirən cəhətdir bu yaltaqlıq ümumiyyətlə. Bu Qəzvin şəhərində bir nəfər yaramaz meydana çıxıbdır. Bütün yer üzündə ondan çox günahkara və ölmə layiq bir nəfər tapılmaz. Gəlin görək nəyə görə Axund Səməd bunu ölmə layiq bilir. Adına Yusif Sərrac deyərlər. Məlum deyildir ki,
harada tərbiyə tapıb, harada deyir tərbiyə tapdığı da məlum deyil. Ancaq indi Qəzvin şəhərində yaşadığı üçün işi peşəsi məlum olmayan oğru quldurlardan özünə mürid cəm edib, özünə ardıcıllar cəm eləyib, həmişə möhtərəm ruhanilərin və parlaq şəriət xadimlərinin zərərinə və pisliyinə danışmaqdır. Yəni özünə sərf eləmir də. Çünki ruhanilərin və deyir parlaq şəriət xadimlərinin zərərinə və pisliyinə danışır. Sonra bu məlum həmişə öz başına toplananlara aşkar söyləyir ki, güya möhtərəm ruhanilərin avamları aldadır. Əslində bunlar hamısı Yusif Sərrac düz deyib. Sadəcə bunu özünə sıxışdırmır da, yəni özünə sərf eləmir axı. Məsələn, onun əqidəsincə güya dini hökmləri yerinə yetirmək lazım deyil. Xüms və imammalı vermək doğru deyil. Həqiqətən də sonra Yusif Sərrac bu xüms və imammalı vergisini ləğv eləyir. Bundan əlavə ali və yüksək dövlətə zidd mübahisələr də edir. Həm deməli ruhanilərin və şəriət xadimlərinin, həm də deməli ali və yüksək dövlətə zidd mübahisələr də edir. Sonra bunu silmək istirdim mən. Padşaha da bütün mənsəb sahibini deyir ki, güya Kətxudadan tutmuş padşaha da bütün mənsəb sahibləri zülmkar və quldurdular. Yəni bütün o dövlətdə işləyən adamlar. Ölkəyə və millətə bunların heç bir mənfəəti yoxdur. Həmişə öz nəfslərinin həvəsi ilə biçarə xalqa cərimə edib sıxışdırır və təqib edirlər. Öz rəftarlarında heç bir qanun və qaydaya əsaslanan deyirlər. Bu cür rəftar ancaq zülm və yol kəsənlərin əməlidir. Yazıq Yusif Sərrac hamısını düz deyib də. Bəndəniz belə məsləhət görür ki, qiblə aləm səltənəti və taxt tacı elə bu məluma təslim etsin ki, ulduzların təsirindən öz cəzasına yetişib cəhənnəmə vasil olsun. Məclis də bu rəyi təsdiq edib uca səslə dedilər: Yusif Sərrac pədərsuxda ölüm, buna ölüm lazımdır və göyün bəlasına layiqdir. Daha sonra deməli, şah xoşuna oldu buyurdu. Şahın da çox xoşuna gəlir. Xoşuna gələr də ölümə başqa bir adam tapıbdı. Onun həlakına razıyam. Çox da razı olur. Belə çox da xoşbəxtliklə razı olur. Sabah bu tədbir tamam kamal icra olunacaqdır. Şah məclisdəki şəxsləri azad etdi. Məclis dağıldı. İndi biz keçirik Yusif Sərracın kim olduğunu tanımalıyıq. Ardıcıl suallarını uşaqlar diqqət eləyin. Ümumiyyətlə izaha kim baxırsa, ardıcıllıq sualları imtahanda düşür. İndi biz Yusif Sərracın kim olduğunu tanımalıyıq. Bu şəxs Qəzvin kəndlilərindən Kərbəlayı Səlim adlı bir kəndlinin oğlu idi. Kərbəlayı Səlim mömin və dindar bir adam olduğu üçün istədi ki, oğlu molla olub ruhanilər təbəqəsinə daxil olsun. Ona görə də onu uşaq ikən gətirib Qəzvin şəhərində məktəbə qoydu. Bir neçə il sonra Yusif Sərrac həddi büluğa yetişib gənclik yaşlarına çatandan sonra təhsil almaq üçün İsfahana getdi. Ruhanilərin bir çoxunun işlərində qəlibliyini, yəni saxtalığını müşahidə etdiyindən o bu sənətə nifrət bəsləyir. İstəmədi ki, özünü də onların zümrəsinə daxil etsin. Yəni atası da dindar idi. Əslində bu dindar olmaq istəmir. Çünki ruhanilərin iç üzünü görür. Kərbaladan qayıdıb Həmədana gəlir. Orada Usta Xəlilin yanında, Həmədanda öyrənir. Usta Xəlilin yanında 40 yaşında sərraclıq sənətini öyrənir. 40 yaşında bu sənəti öyrənir. Və bir il müddətində öyrənib Qəzvinə qayıdır. Həmədanda öyrənir, amma Qəzvinə qayıdır. Bu şəhər paytaxt olduğu üçün onun sənətinə burada daha çox qiymət verirdilər. Yəni səbəb o idi qayıtmağının. Sonra evlənir, dükan açır, öz qazancı ilə özünü və ailəsini saxlamağa məşğul olur. O saf ürəkli, xeyirxah adam olduğu üçün həmişə ruhanilərin və mənsəb sahiblərinin pis hərəkətləri onun xətrinə toxunurdu. Onları tənqid və töhmət etməkdən dilini saxlamağa qadir ola bilmirdi. Hərçənd bu növ fədakarlıqlar ona sadiq və xeyirxah dostlar topladı. Nəhayət bədbəxtliyinə də bais oldu.
Aha, biz Yusif Sərrac haqqında məlumatı topladıq. İndi keçirik artıq digər məsələyə. Sabahsı günü şahın buyruğu ilə günortaya 2 saat qalmış tamam əyan, əşrəf və dövlət adamları, ruhanilər, cümlə mənsəb sahibləri, kətxudadan tutmuş vəzirlərə kimi şahın sarayında hazır oldular. Bu halda şah başında tac, əlində cavahir, nişan toppuz, qolunda cavahir, bazubəndlər, belində kəmər və qiymətli daşlarla bəzənmiş qılınc zahir oldu. Üzünü sarayda hazır olanlara tutub xitab etdi. Baxın, diqqətli olun. Deməli, sabahı günü şahın buyruğu ilə günortaya deyir 2 saat qalmış. Tamam əyyan, bax görün kimlər var. Əyyan, əşrəf, dövlət adamları, ruhanilər, cümlə mənsəb sahibləri, kətxudadan tutmuş vəzirlərə kimi. Yəni şahın sarayında vəzifəli adamlar gəlir. Bax burada diqqətli olun. Sonra belində kəmər qiymətli daşlarla bəzənmiş qılınc zahir oldu. Üzünü sarayda hazır olanlara tutub xitab elədi. Bu iclas da sarayda keçirilir. Xitab elədi. Camaat, indi 7-ci ildir ki, mən müqəddəs Allahın köməyi ilə sizə padşahım. Baxın, bu xəbər olanda neçə yaş var idi? 22. İndi 7-ci ildir. 22-dən də 7 çıxın, deməli 15 yaşında hakimiyyətə gəlibdi. İmkanım qədər sizin hər birinizə nəvaziş və mərhəmət göstərmişəm. Sizdən çox razı və xoşnudam, razıdır. Çünki Səfəviyyə ocağına olan istəyiniz səbəbilə həmişə mənə məhəbbət və sədaqət göstəribsiniz. İndi açıb deməyə lazım bilmədim bir para səbəblərə görə, bəzi səbəblər var ki, deyir sizə açıb səbəbləri deyə bilmirəm. Amma mən deyir onlara görə bu saltənətdən əl çəkib taxtı tacı bu rütbəyə məndən layiq və münasib, məndən də deyir layiq olan bir adama tapşırıram. Həmən şəxsi Mollabaşı kimlər gətirəcək? Mollabaşı Sərdar Zamanxan, Vəzir Müstəfdü, Mövlana Canaləddin, Münəccimbaşı sizə göstərəcəkdir. Bu adamlar deyir sizə göstərəcəklər. Gərək hamınız gedib təntənə və cəlal ilə onu gətirib bu taxtın üstündə oturdasınız və özünüzə şah biləsiniz. Vay o kimsənin halına ki, mənim fərayişimdə səhlənkarlıq edib, o şəxsin itaətində qüsur göstərə. Şah bu sözləri tamam edib, tacı başından götürdü, taxtın üstünə qoydu. Tamam qiymətli paltarlarını soyunub, qılınc və kəmərini açdı. Bir köhnə paltar əyninə geydi və xalqa üst tutub dedi. Aha, bundan sonra xalqa üst tutub görək nə deyir? İndi mən adi cəmaatdan olan bir fəqir kişiyəm. Abbas Məhəmməd oğlu, daha məni axtarmayın ki, görə bilməzsiniz. Xuda hafiz. Deyib taxtdan düşdü. Hərəmxanaya getdi. Məclisdəkilərin hamısı heyran qaldılar. Bilmədilər ki, bu əhvalatı nəyə isnad etsinlər. Hərəmxanada hərəmlərin hamısı şahın əmri ilə bir otağa yığılmışdı. Şah özünü hərəmlərə tutub xitab elədi. Mənim əziz arvadlarım, indi böyük təəssüflə məcburam ki, sizə bir yaman xəbər elan edim, bir pis xəbər elan etmək istəyirəm. Sizə məlum olsun ki, indi mən dəxi İran padşahı deyiləm. Dəxi mənim imarətim, dövlətim yoxdur. Mən sizə zinət və bəzəkdə gözəl otaqlarda saxlaya bilməyəcəm də. Mən adi cəmaatdan bir fəqir və yoxsul, kasıb və yoxsul şəxsəm. Ona görə məcburam ki, sizin talağınızı, yəni o boşanma nigahınızın ləğv edilməsini, talağınızı verib hamınızı azad edim ki, hər kəsə meyliniz olsa ona da gedəsiniz. Sonra Molla Rəsula tutub buyurdu. Bax, sonra üzüm Molla Rəsula tutub buyurdu. Bu da başqa bir molla. Bayaq orada Mollabaşı Axund Səməd var idi. Bu da Molla Rəsuldur. İndi irəliləyən vaxtlarda hələ bir dənə də molla görəcəksiniz. Molla Ramazan, o da Yusif Sərracın adamı idi. Deməli, Molla Rəsul tutub durdu. Bunların boşanmaq sığələrini oxu. Deməli, boşanmaq sığələrini oxuyan kimdir? Bax, diqqətli olun. Molla Rəsul. Boşandıran kimdir? Molla Rəsul. Talaq tamam olduqda şahın buyruğu ilə onların kəbin kağızlarını Xacə Mübarək cırdı. Bəs kəbin kağızlarını kim cırır? Xacə Mübarək cırdı. Şah ikinci dəfə sarayın gözəl qadınlarına üst tutub dedi. Əgər sizdən hər biriniz, yəni bu kasıbçılığa və qənaətə razı olub məni, yəni Abbas Məhəmməd oğlunu ərliyə qəbul edərsə, təzədən ona nigah oxutduraram. Yəni kasıb bir adamla kim evlənmək istəyirsə, yenidən evlənə bilərəm.
Hərəmlərin hamısı təzədən razı oldular, şaha arvad olsunlar. Amma onların hamısından 2 nəfər gözəl dilbər, ikisi razı olmur. Razılıqları olmadan şahın hərəmxanasına düşmüşdü. Çox utancaqlıqla və ahəstə səslə söylədilər. Biz şaha arvad olmuşduq. Öz bəxtimizdən və dərəcəmizdən çox xoşxal idik, razı idik. İndi ki bu bəxtəvərlikdən məhrum olduq, daha yəni ona ərə getmək istəmirik deyir. Həmin saat bu 2 nəfər azad edildi. Yəni bunları məcbur eləmirlər daha. Başqa hərəmlərin nigahı təzədən Abbas Məhəmməd oğluna oxundu. Başqaları təzədən ondan evlənir. Xacə Mübarəkə əmr olundu ki, həmin saat hamısını Qəzvin 6-cı küçəsinin başında müəyyən olunan bir evə piyada aparsın. Deməli, hamısını hara aparır? Qəzvin 6-cı küçəsinin başında müəyyən olunan bir evə. Sonra Abbas Məhəmməd oğlu, deməli, hərəmxanadan çıxır, uzaqlaşır, gözə görünməz olur. Yusif Sərracın dükanı, burada da Yusif Sərracın dükanının yerləşdiyi yer göstərilir. Şah Məscidi meydanının şərq tərəfində yerləşirdi. Günortadan 2 saat keçmişdi. Yusif Sərrac vacib olan günorta namazını qıldıqdan sonra, baxın namaz qılır. Baxın, namaz qılır, diqqətli olun. Qıldıqdan sonra oturub əlində bir çilovu tikib tamam edirdi. Çünki müştəri çilovun o gün hazır olmasını tapşırmışdı. Bu halda meydanın qərb tərəfindən bulud kimi toz qalxdı. Mollabaşı Sərdar Zamanxan, vəzir Müstəfti Mirzə Yəhya, Mövlana Camaləddin, münəccimbaşı möhtərəm ruhanilər, əzəmətli seyidlər, əyyan, əşrəf, mənsəb sahibləri, bir dəstə piyada və bir dəstə atlı cah-calal və aram ilə gəlir. Həmin o vəzirlər və digər adlı sanlı adamlar gəlirlər. Yusif Sərracı dükanına çatdıqda hamısı dayandı. Mollabaşı və Sərdar irəli durub Yusif Sərraca baş əyərək salam verdilər. Kimlər irəli durur? Mollabaşı ilə Sərdar. Yusif Sərrac ayağa durub təzim etdi, amma olduqca təəccübləndi. Sonra Mollabaşı danışmağa başladı. Birinci danışan kimdir? Mollabaşı. Elə Yusif Sərracı bəlaya atan danışır birinci. Bax, qəza. Bunu necə yadınızda saxlayarsınız? Mollabaşı qəza ilə başlayır. Yəni cəmaatın başına qəza açandır da. Yəni belə də yadınızda saxlaya bilərsiniz. Qəzanın təqdirindən usta Yusif, bugün sən bizim padşahımızsan. İranın səltənət taxtında bu saatda Şah Abbasın yeri boşdur. Bizləri sərəfraz xoşbəxt eləyin. Şah sarayına buyurun ki, şahın taxta çıxması vaqe olsun. Sərəfraz nədir? Yəni baş ucalağı, başı uca eləyin. Sonra, deməli, birinci danışan kimi oldu? Axund Səməd. Axund Səməd nə dedi? Dedi, qəzanın təqdirindən bu dəqiqə Şah Abbasın yeri boşdur. Yusif Sərrac çox heyrətə düşdü, çox təəccüblənir təbii ki. Kimə gedib belə kasıb bir adama, nə bilim, belə peşə ilə məşğul olan bir adamdır da, indi adi bir adamdır. Desən ki, şah olursun, təbii ki, təəccüblənər. Təbii ki, Şah Abbas da təəccüblənir də. Heç bilmədi ki, bu nə əhvalatdır. Onun qabağında tamam dövlət qulluqçuları durmuşdu. Bu sözləri ona İranda mətin bir şəxs hesab olunan Mollabaşı deyirdi. Amma hadisə o dərəcədə qəribə idi ki, gözü ilə gördüyü bu əhvalatın olmağına Yusif Sərrac heç etibar edə bilmirdi. Axırda dedi, yəni inana bilmirdi ki, bu nətər ola bilər ki, yəni belə bir şey necə ola bilər ki? Hə, deyir ki, mənim ağam Mollabaşı, mən cənabınızı İranda mətin adamlardan hesab edirəm. Baxın, Yusif Sərrac deyir ki, sizi mətin adamlardan hesab edirəm mən. Bilmirəm ki, dəli olubsunuz, ya çirək atıbsınız. Bu sözləri mənim üzümə deyirsiniz. Mən bir fəqir Sərrac, babayam, mən hara, taxtaç hara, vallah deyir, mən anlaya bilmirəm ki, sizin bu hərəkətinizi nəyə əsaslandırım, yəni mat-məəttəl qalmışam. Acizanə xahiş edirəm ki, mənə sataşmayasınız. Məndən işiniz olmasın. İkinci danışan Sərdar Zamanxandır. Deyir ki, usta Yusif, bugün tamam İran torpağında sənin şahlığın qəbul edilmişdi. Deməli, Yusif Sərdar Zaman nə dedi? Sənin şahlığın qəbul edilibdi. Mollabaşının sözünə əsasən Şah sarayına buyurun ki, şahın çaha çıxmağı vaqe olsun, yəni gerçəkləşsin. Yusif Sərracı ata mindirdilər. Aha, artıq biz burada ikinci hissəsini görürük. Deməli, Yusif Sərracı ata mindirirlər. Əvvəlki qərar üzrə
dəstə Şah sarayına yola düşdü. Buradan belə artıq biz Yusif Sərracın hökmdar olanda hansı işləri gördüyünü, etdiklərini görəcəyik. Xidmətçilər küçələrdə çəkilin, çəkilin səsi ilə ərşə dayandı, göylərə dayandı. Tamam Qəzvin əhalisi kişili, arvadlı, kiçili, böyüklü pəncərələrə və damların üstünə çıxıb tamaşaya məşğul oldular. Hamısı məəttəl qalıb ki, yəni bu nə işdir? Bir dəqiqə. Hə, hamı çıxır ki, bu nə işdir? Belə bu küçələrdən, damlardan baxmaq səsli qızlar var idi. Məsələn, Qurbanəli bəydə də belə bir şey görmüşdü, boylanırdılar. Nəysə, sonra əhvalatdan xəbərdar olmadıkları üçün hamı heyrətdə qaldı. Yəni insanların əhvalatdan xəbəri yox idi. Ona görə heyrətə düşürlər. Şah sarayının qapısında xidmətçilər Yusif Sərracı atdan düşürdülər. Mollabaşı və Sərdar Zamanxan qolundan yapışıb təzim ilə onu imarətin otağına daxil etdilər. Kim? Mollabaşı ilə Sərdar Zamanxan səltənət taxtının üstündə oturtdular. Hamı şahın sarayından çıxdı. Aha, hamı çıxır saraydan. Ancaq Yusif Şah taxtın üstündə oturmuş, qabağında Xacə Mübarək, başqa bir neçə xacə ilə xidmətçibaşı Əzim bəy və bir neçə xidmətçi durmuşdular. Bayırda isə fərraşlar dayanmışdılar. Fərraş da nədir? Bu asayiş qoruqçulardır da. Yusif Şah Xacə Mübarəki yanına çağırıb dedi: "Sən Allah mənə söylə görüm ki, bu qəziyyə səbəb nədir? Yəni bu əhvalat nədir? Qəziyyə əhvalat deməkdir. Çünki sən həmişə Şah Abbasın içəri otağında olduğundan mümkün deyil ki, bu hadisədən xəbərin olmasın." Xacə Mübarək həqiqətən də saf və sadiq adam idi. Yəni Yusif Şah Abbasın, məsələn, bu da Şah Abbasın adamlarından biridir, amma bu sadiq adam idi. Qəziyyəni əvvəldən axıradək Yusif Şaha nağıl etdi. Hər şey olduğu kimi Yusif Şaha bu danışır. Yusif Şah ağıllı adam idi. Ulduzlardan ona heç bir qorxusu yox idi. Əlacsız qalıb səltənət işlərinin icrasına başladı. Artıq əlacsızlıqdan başlayır işlərə. Əvvələn Fərraşbaşı Əsəd bəyi hüzuruna gətirdi. Deməli, Fərraş bəy Əsəd bəy hüzuruna çağırır. Bax bu işlərin ardıcıllığına diqqət edin. Xüsusilə də aldanmış Kəvakibdən əsər düşəndə buradan belə ardıcıllıq suallar düşür. Ona görə buna diqqətli olun. Birinci neynir? Əsəd bəy hüzuruna çağırır. Bu saat 12 Fərraş özünlə götürürsən, gedirsən Mollabaşı Axund Səmədi, Sərdar Zamanxanı, Vəzir Mirzə Möhsünü, Müstəftü Mirzə Yəhyanı, Münəccimbaşı Sədrəddini və Mövlanə Cəmaləddini tutub aparırsan Ərkdə olan zindana. Bax, bunları zindana saldırdım. Sonra qayıdıb gəlirsən, buyruğun nəticəsini mənə söyləyirsən. Əsəd bəy baş əyib getdi. Yusif Şahı sarayla tanış etməyə başladılar. Daha sonra isə Yusif bəyi sarayla tanış edirdilər. Deməli 10 may olan sınaq imtahanı var idi ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi. O da bax bu düşmüşdü, ardıcıllıq suallarında var idi. Zinnət otağının qapısını açdılar, Şaha göstərdilər. Yusif Şahın 3 qızı var idi. Deməli neçə qızı var? 3 qızı var. Böyüyü 14 yaşında, ortancılı 12 yaşında, kiçiyi 8 yaşında və 2 dənə də daha doğrusu 2 nəfər də oğlu var idi. 6 yaşında və 4 yaşında. Qızlarının deməli, qızların hər birinə bir gül, bir cüt sırğa, bir üzük, bir boyunbağı, bir dəst paltar və bir riyazi şal, arvadır üçün isə bir dəst paltar və bir rizai şal ayırdı. Xacə Mübarəkə təslib edib buyurdu. Deməli, arvadı və qızları üçün hədiyyə göndərir. Bax, diqqətli olun. Arvadı və qızları üçün hədiyyə göndərir. Deyir, bunu apararsan Qəzvinin 2-ci küçəsində, bu da Qəzvinin 2-ci küçəsi, burada da bir küçə adı var. Mənim qədim evimdə arvadıma yetirərsən. Deyərsən ki, mən tərəfdən narahat olmasın, sabah oğlanlarımı hüzuruma göndərsin. Oğlanların üzrünə, deməli qızları və arvadı üçün hədiyyələr göndərir, oğlanlarını isə hüzuruna istəyir. Xacə Mübarək şeyləri 2 nəfər xidmətçi ilə götürüb getdi. Sabahı gün Yusif Şah salam otağına təşrif gətirib dostları Molla Ramazan, artıq burada öz dostları var, Molla Ramazan, Qurban bəy, Mirzə Cəlil, Mirzə Zəkini çağırtdırdı. Şahın onlara hər barədə möhkəm inamı var idi. Bu inandığı şəxslər idi. Mollabaşlıq mənsəbini Molla Ramazana verdi. Baxın, əvvəl kim idi? Deməli, Axund Səməd idi də. İndi kim oldu? Molla Ramazan.
Sərdarlığı Qurbanbəyə həvalə etdi. Əvvəl kim idi? Sərdar Zaman idi. İndi kim oldu Qurbanbaz? Zaman, Qurban qafiyələrdə uyğun gəlir. Vəzirliyi xanlıq ləqəbi ilə Mirzə Cəllə verdi. Əvvəl Mirzə Mövsün idi. İndi kimə verir? Mirzə Cəllə xanlıq ləqəbi ilə. Müstəftülüyü Mirzə Səkiyə tapşırdı. Əvvəl müstəftü Mirzə Yəhya idi. İndi isə Zəki oldu. Münəccim başlıq mənsəbini ləğv etdi. Nəyə ləğv edir? Münəccim başlığı ləğv edir. Dövlətə və millətə zərərdən başqa bir faydası yox idi. Çünki heç bir zərərdən başqa heç bir xeyri yoxdur. Buyurdu. Tamam vilayət hakimlərinə elannamə və təkidli hökm göndərilsin ki, bu gündən sonra şərafətli şəriətin icazəsi olmadan bir müsəlman bir şey almaq məqsədi ilə sıxışdırmağa heç biri cürət etməsin. Və bacarmasınlar ki, məhz öz keyfləri istədikləri kəsi cərimə edələr və qətlə yetirələr. Bu Axundzadə üçün belə deyək də, əsl bir şah obrazı idi Yusif Sərraz. Qətlə yetirələr. Yəni əsl şah necə olmalıdır onu göstərir bizə. Burun qulağını kəsələr, gözünü çıxardalar. Hökmdən əlavə hər bir vilayətə inanılmış baxıcılar təyin edilsin ki, gedib vilayətlərin əhvalatından və xalqın ehtiyaclarından xəbərdar olub gəlib danışsınlar. Deməli neynədir? Dostlarını yanına çağırdı, o vəzifə bölgülərini elədi. Sonra hansı vəzifəni ləğv eləyir? Deyin görüm, münəccim başlıq. Çünki zərərdən başqa heç bir faydası yox idi. Sonra başqa nə edir? Elannamələr göndərir. Nəyə görə elannamələr göndərirdi? Çünki deyir ki, müsəlmanları sıxışdırmayın nəsə almaq bəhanəsi ilə. Sonra heç kəsi cərimə eləməyin, heç kəsi kefin istədiyiniz adamı qətlə yetirməyin, burun qulaq kəsməyin, göz çıxartmayın. Bax görürsünüz, bunların hamısı Şah Abbasın dövründə var imiş. Bu ləğv eləyir. Hökmdən əlavə hər bir vilayətə inanılmış baxıcı göndərir. Baxıcı nəyə görə göndərir? Deyir getsin görsün kimin nə ehtiyacı var, kim nə istəyir, kimin nəyə çatışmır. Hamısını gəlib mənə danışsın. Yəni bu cürə bir yaxşı hökmdar. Yusif Şah baxıcıları hüzuruna istəyib dedi. Görək yazır, hə. Vilayətlərin hakimlərinə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar. Xalqı talayıb dağıtmasınlar. Diqqətli olun, buraları yadınızda yaxşı saxlayın. Yəqin bilsinlər ki, bu növ hərəkətlər axırda onların özlərinin bədbəxtliyinə və ölümünə səbəb olar. Bu baxıcılar göndərir da. Həmin o baxıcılara tapşırır ki, get vilayət hakimlərinə denən ki, nahaq iş tutmayın, xalqı talayıb dağıtmayın, rüşvət almayın. Əgər belə bir şey eləsəniz, axırda öz bədbəxtliyinizə səbəb olacaqsınız. Bu sözləri xatırlatdıqdan sonra Şah baxıcıları buraxdı. Sonra buyurdu ki, vergi məbləği orta miqdara dək azadılsın. Əmr etdi ki, hər yerdə yollar təmir olunsun. Baxın, vergiləri azaldır, yolları təmir edir. Sonra lazım məqamlarda mənzillər salınsın, sonra körpülər salınsın, karvansaralar salınsın, tikilsin. Hər vilayətdə xəstəxana başqa harda var idi? Məsələn, Müsbət Fəxrəddin əsərində də var idi. Qayrılsın, mədrəsələr açılsın, sonra susuz yerlərə su çıxarılsın. Su məsələn harda var idi? Su Xuştvanın Natəvan əsərində var idi. Sonra Zeynalabdində var idi Şollar su kəməri. Dullara, yetimlərə, şirlərə, körlərə yardım və himayət edilsin. Vilayətlərdə hər kef istəyən öz başına özünü ruhani sinfinə daxil etməsin. Deməli, indi deyin görüm haralar təmin etdi, nələr çəkdi. Deməli, baxın nələr elədi. Bir də təkrarlayaq. Buralar silək. Yollar təmir etdi. Mənzillər, körpülər, karvansaralar, xəstəxanalar, mədrəsələr, susuz yerlərə su çıxarılmaq, dullara, yetimlərə, şirlərə, körlərə yardım edildi. Hər kef istəyən deyir öz başına özünü ruhani. Deməli, əvvəllər hər kef istəyən elə özünü ruhani eləyirmiş də bir növ. Əvvəllər hər kefi istəyən nəyə görə? Çünki asan yolla pul qazanmaq idi. Amma deyir ki, belə olmasın. Bu xüsusda Mollabaşıdan gərək icazə istəsinlər. Ruhani olması üçün kimdən icazə istəməlisən? Mollabaşıdan.
Ruhani sinifi hər yerdə xalqın ehtiyacı kifayət edəcək miqdarda artıq olmasın. Yəni lazım deyil də, nə qədər ruhani olmaq olar ki, yəni kifayət qədər olsun. Bütün ruhanilərin dolanacaqlarına kifayət edəcək qədər xəzinədən maaş təyin. Əvvəllər gedib cəmaət sıxışdırıb alırdılar pul, amma indi xəzinədən maaş etdi, onlara təyin etdi. Səltənətə möhtac olsunlar, yəni gedib cəmaatı bezdirməsinlər. Mənsəb sahiblərini şahın xidmətindən zülm əliminə çevirməsinlər. Məhkəmə işləri ki, səltənətin ən mühüm işləridir, ruhanilərin əlindən alınıb mənsəb sahibləri içərisində doğruçul olanlara həvalə. Deməli, əvvəllər görün ruhanilərin deməli hörmətinə baxın da. Əvvəllər məsələn məhkəmə işləri də ruhanilərin əlindəymiş. İndi o deyir ki, ruhanilərin əlindən alıb doğruçul adamlara verilsin. Millət məhkəmə cəhətdən özlərini ruhaniyə möhtac görüb təkcə onlara müraciət etməsin və səltənətdən uzaq düşməsin. Buyurdu ki, dini vergilər hər yerdə sədaqətli adamlardan 4 nəfərə tapşırılsın. Dini vergiləri kimə tapşırır? 4 nəfərə tapşırır. Vilayətin füqarasına dəftər üzü ilə sərf olunsun. Yəni kimə nə sərf edirsə, hamısı dəftərdə yazılsın və sonra divana gətirilsin ki, görək kimə nə verdilər də, bu pullar hara gedir. Füqaranın bəzisi dini vergilərdən fayda alıb, bəzisi məhrum qalmasın, yəni hamıya kömək edin. Əmr etdi ki, xüms və imam malı verilməsin. Hansı vergiləri ləğv edir ki, xüms və imam malı? Məsələn, Natəvanda da vergi ləğvi var idi, sonra İskəndər də vergi ləğv etmişdi. Belə ki, millət dilənçiliyi zillətindən azad olub, sair xalqlar kimi öz peşəsi ilə məişət vasitəsi elan etsin. Yəni, başqa xalqlar nətər öz peşəsi ilə məşğul olmur? Qoy bizimkilər də elə yaşasın da, niyə dilənçi kökündə yaşasınlar ki? Bu xüsusda mötəbər ruhanilər Yusif Şaha fiqh kitablarından, deməli, fiqh kitabları nə deməkdir? Yəni, o dini kitablardan da hökmlər çıxarıb göstərdilər. Vilayətlərə elannamələr göndərdilər ki, bundan sonra bir şəxs şaha, dövlət adamlarına və şah qapısının nökərlərinə peşkəş verməyə, ayağının altına qiymətli bir şey salmağa cürət etməsin. Məsələn, kim demişdi ki, bu gələndə şah gedəndə ayağının altına qiymətli şeylər salsınlar? Şah Abbasın dövründə bunu bilirsiniz də Vəzir Mirzə Möhsün demişdi. Bu yolla xəzinəni doldurmuşdu axı Vəzir Mirzə Möhsün ki, kim gedirsə onun ayağını, kim şahın qapısına getsə ayağının altına qumaş parça falan sərsin. Bunu Vəzir Mirzə Möhsün deyirdi. Bu həmin o Vəzir Mirzə Möhsünün dövründə olan məsələləri ləğv edir. Sonra səltənətin mədaxilinin artırılması üçün də qərar qoydu ki, deməli baxın, indi görək bu qədər işlər elədi də, görək səltənətin bu məvacibi xəzinə necə dolacaq? Xəzinə də bu cürə dolacaq. Səltənətin mədaxilinin artırılması üçün də qərar qoydu ki, tacirlər, bəyzadələr, xanəndələr, şahzadələr, hətta ruhanilər də seyidlər və başqa xalq sinifi əmlakının mədaxilindən şəhərlərdə 1/10, kəndlərdə də deməli 1/20 hissə xəzinəyə verilsin. Məsələn, Şah Abbasın dövründə ancaq yetim yesirdən pul alırdılar. İndi amma deyir ki, qoy varlı şəxslər də versin də, yəni xəzinə dolsun. Qoşun xalqının xidmətçiləri məvacibə əsla çatmamış qalmasın. Bunu da bilirsiniz, məsələn, kim deyirdi ki, bu tərəfdən yazıram, göndərirəm, bu tərəfdən də deyirəm, verməyin. Bunu da vəzirim, deməli, Müstəfti Mirzə Yəhya demişdi axı. Bu tərəfdən fərman imzalamışdı, göndərin, o tərəfdən də məktub yazmışdı, göndərməyin ki, xəzinədə olsun. Bu o qərarda ləğv edir ki, səltənətin nöqsanıdır ki, bəlkə həmişə vilayət xəzinələrindən təxsirsiz verilsin. Alış-veriş edənlər üçün əmlakın qiymətindən xəzinənin nəfi üçün tümənə 5 şahı da təyin olunsun. Alış-veriş edənlər üçün də tümənə 5 şahı vergisi təyin etdi. Yusif Şah bilirdi ki, bax bunların hamısını bilir. Yusif Şah bax bu məsələlərin hamısını bilirdi. Yusif Şah nə bilir? Bilir ki, deməli Miraxur yay fəslində padşahlıq atlarını yaylağa aparıb bəsləmə bəhanəsi ilə ətraf xalqına çox əziyyət və cəfa yetirir. Deməli Miraxur cəfa yetirirdi. Miraxur da bilirsiniz kimdir? Deməli Miraxur bu qədim zamanlarda padşahın xanın baş mehdəri, yəni mehdərbaşı idi. Yəni bu aparır güya ki, atları otarsın, amma cəmaatı bezdirirdi. Deməli, baxın, Miraxur da, Miraxur nə idi? Mehdərbaşı idi. Mehdərbaşı atlar aparırdı, cəmaatı bezdirirdi, belə yazaq. Atlarla cəmaatı aparıb bezdirirdi.
Sonra Topxana əmri də topçuların hamısı üçün xəzinədən məvacib götürüb heç birinə bir qəpik də vermir. Topxana əmri də topçular üçün pul götürür, amma pulu neynəmir? Vermir. Sonra xəzinədar padşahlıq pulunun içinə qəlb pul, yəni saxta pul qatır. Xəzinədar da neynir? Qəlb pul qatır, yəni saxta pul qatır. Qəlb pul qatır, yəni saxta pul qatır. Sonra Qəzvin bəylərbəyisi xalqdan hədsiz rüşvət alır. Rüşvət alan kim idi? Qəzvin bəylərbəyisi. Darğa dövlətlilərə füqaraların müqabilində üz görür. Yəni kasıbların müqabilində dövlətlərə üz görür. Onlardan bir növ elə bir ki, onların haqqın dövlətlərə verir də. Kəndxuda da Qəzvin küçələrini natəmiz saxlayır. Baxın, diqqətli olun. Bu saydıqlarımız var. Bunları ərk qalasına atmır. Yəni zindana atmır. Bunları sadəcə olaraq vəzifədən çıxardır. Gəlin bir də sual verim görüm. Bax, atları aparır, otarmaq bəhanəsilə cəmaata zülm eləyən kim idi? Miraxur. Sonra Topxana əmri neynirdi? Cavab verin. Topçuların hamısı üçün xəzinədən məvacib götürür, amma heç birinə pul vermir. Bəs yaxşı, kim idi pulun içərisinə qəlb pul, yəni saxta pul qatan? Bu da xəzinədar idi. Yaxşı, rüşvət alan kim idi? Qəzvin bəylərbəyisi. Sonra dövlətlərə füqaraların müqabilində üz görən kim idi? Təbii ki, Darğa idi. Qəzvinin küçələrini natəmiz saxlayan kim idi? Kəndxuda. Afərin, hamısını düz cavablandırdınız. Mən bunu hiss elədim. Onların hamısını neynir? Vəzifədən çıxardır. Yerlərinə isə tanıdığı münasib adamları təyin edir. Mollabaşı Axund Səməd Ərkin zindanında dustaqxana məmurundan eşidir ki, onun mənsəbini Molla Ramazana veriblər. Qüssədən birdən-birə həlak olur. Hamının ölümünü istəyirdi, axırda da özü ölür. Bax, bu bəzən düşür ki, Axund Səməd də sonra gəlir öz vəzifəsinə. Xeyr, bu elə ərkdə ölür, zindanda ölür. Çünki yəni görür ki, başqa birini təyin ediblər ona görə. Qəzvinin küçələri genəlsin. Başqa məsələlər də eləyir. Əmr eləyir ki, Qəzvin küçələri genəlsin. Çünki dar idi. Küçədə açıq quyular örtülsün. Baxın, Yusif Şahın dövründə küçələrdəki quyular da açıq idi. Gedib gələn ilə düşürmüş içinə. Hifz olunsun. Xalqın ərzinə qulaq asmağa, dadına yetişməyə qayda qərar qoydu və buyurdu. Bahalıq olduğu üçün, baxın, fikir verin, artıq burada bahalıqdır. Bax, diqqətli olun, bahalıq idi. Yəni, Yusif Sərracın dövründə deyir, bahalıq olduğu üçün Qəzvin füqarasına padşahlıq ambarından buğda verilsin. Bax, burada diqqətli olun, padşahlıq ambarından buğda verilsin. Nəyə görə? Çünki bahalıq idi. Amma Müstəfti Mirzə Yəhya nitqində demişdi ki, həmin dövrdə İranda ucuzluğu idi deyə. Yəni, heç kəsin pula o qədər də ehtiyacı olmamışdı. Sonra... Yəni, bahalı olduğu üçün neyinir? Ambarlardan buğda verilir. Bilikli adamlardan, mahir quyu qazanlardan bir müşavirə məclisi düzəldilib Qəzvinə su çıxarmaq üçün danışıq olsun. Tədbir və tədbirlər padşaha təqdim edilsin. Yusif Şahın taxta çıxmasından sonra buradan sonra bir müddət sonra artıq başlayırlar, belə deyək də, sözlər gəzməyə başlayır. Bunun xeyirxahlığından, ədalətindən növbə-növ əlamətlər xalqa aşkar olur. İran üçün xoşbəxtlik günləri, şadlıq əyyamı başlayır. Qəzvin əhli hər gün qala qapılarından adam şaqqalarına asılmış görmürlər. Əvvəllər deməli görürmüşlər, bunu indi görmürlər. Şah meydanında cəllatların adam şaqqalamaqlarına, dardan asılmalarını və göz çıxarmaları müşahidə etmirlər. Yəni, görün Şah Abbasın dövründə, görün dövlət nə gündəymiş, nə gündə yaşayırmış insanlar. Sonra... Şah meydanında cəllatlar adam şaqqalamalılar, sonra göz çıxarmalar müşahidə edilmir. Əhvalat onlara xeyli qəribə görünür. Əvvəl dedilər, bilirsiniz necə oldu bu Yusif Sərracın ümumiyyətlə problem nə idi? Yusif Sərrac bir anda gəlir və həddən artıq yaxşılıqlar eləyir də. Bunu bəlkə də yavaş-yavaş eləsəydi, bu qədər məsələn... belə olmayacaqdı da, sonu bəlkə də belə olmazdı. Sadəcə olaraq insanlar hətta yaxşılığa belə bu qədər öyrənməmişdilər də. O deyir, məsələn, belə deyək də, su insana həyat verir də, elə deyil, susuz insan yaşayamaz. Amma həddən artıq, məsələn, su içsən, o da insana dərd verə bilər də, elə deyil. Məsələn, bu da onun kimi bir şeydir, həddən artıq yaxşılıq eləyir. Görünür, bu padşah çox rəhimli, yumşaq təbiətli
O deyir birinci saflığı varsa da suda artıq içiləndə dərd verir o da məsələsi. Sonra onun rəhimli və yumşaq təbiətli olması haqqında mübahisələr başladı. Bunu süstrəkliyə və zəif məcazlığa yozdular. Süstəklik də nədir? Yəni dayanıqsız, iradəsiz adam kimi fikirləşirlər. Deməli, sonra görünür bu padşah, harda qaldıq biz? Burada. Görünür padşah çox rəhimli, yumşaq təbiətli adamdır. Sonra rəhimli, yumşaq olması haqqında mübahisələr başladı. Süstrəklik, zəif, macazlıq. Bundan əlavə dəxi Yusif şahda min cür özgə eyib tapdılar. Vəzifədən çıxarılmış hökumət məmurları xalqın bu növ niyyətindən nəticə çıxararaq onun qənimət bilməyə fürsəti fövt etdilər. Yəni elə bir fürsət gözləyirmişdilər də, fürsəti əldən vermirlər. 3-4 günün müddətində bütün nəzərdə tutulan adamlar görüşdülər. Hamısı üsyana meyil və hazırlıq göstərdi. Fitnəkarlar qərar verdilər ki, sübhdən padşahlıq sarayını əhatə etsinlər və içəriyə girib Yusif şahı taxtdan yerə salıb həlak etsinlər. Sonra özlərinə Səfəviyyə nəslindən bir təzə padşah götürsünlər. Qərara alınmış gün sübh çağında hələ padşahlıq sarayının qapılar açılmamış, çoxlu süvari və piyada silahlı olaraq onun ətrafını bürüdülər. Yusif şah əhvalatdan xəbər olub buyurdu ki, sarayın qapılarını açmasın. Yusif şah əhvalatdan xəbərdar olur və deyir ki, qapıları açmasın.